Neçə dəfə cəhd eləmişəm ki, bunun qəbuluna gedəm. İndi mən uşaq deyiləm ki, mən 15 il ölkənin təhsil naziri olmuşam, 2 il universitetin rektor olmuşam. Bir dəfə mən onun qəbulunda olmuşam, 1 saat məni gözlədi, istədim duram çıxam, əvvəl təzə gələndə. Gələndə mənə deyir, gülə-gülə, səni də 1 saat orada gözlətdim. Yəni bu bilə-bilə insanları elə bil, ondan sonra mən onun qəbuluna getməmişəm. Başqa bir şey söyleyeyim, belə işləyən bir institut, bir gün oturmuşam otağımda, mənə xəbər gəldi ki, sizin institutun adını dəyişirlər. Riyaziyyat və mexanika institutu. Xəbərim yoxdur. Bu institutun adını niyə dəyişirsən? Belə göstəricisi olan və nətər dəyişsən ki, mənim bundan xəbərim yoxdur? Nətər dəyişsən ki, kollektivin xəbəri yoxdur? Nətər dəyişsən ki, bölmədə müzakirə olmuyor? Zəng eləmişəm, götürmür. Zəng eləmişəm, bölmənin rəhbərinə, deyir, mənim xəbərim yoxdur. Zəng eləmişəm bunun aparatın rəhbərinə, deyir, mənim xəbərim yoxdur. Kim, necə, çox çətinliklə telefonla danışa bildim. Mənə deyir ki, sənin nə işin var, dəyişirəm də. Deyirəm, niyə dəyişirsən, səbəb nədir? Ad dəyişməklə məzmuna bir dəxli olacaq bunun. Kimin təklifinlə dəyişdir? Mənim keyfim belə çəkir dəyişirəm. Yəni, nə qoymaq istəyir, Məsir müəllim, nə qoymaq istəyir? Tamam, başqa bir amorf bir ad qoymaq istəyir. Özünə uyğun amor. Yəni, bu adam, sizi inandırıram, 2 il 4 ay ərzində Azərbaycan Milli Elmlər Akademiyasına, Azərbaycan elminə vurduğu zərbəni 75 ildən çox müddətdə yaşayan Elmlər Akademiyasında heç kəs vurmayıbdır. Bax, təsəvvür edin, mən yazımda yazmışam, mən yazır ki, gülünç doğurur. Nə gülünç doğurur? Sən akademiyaya avtomobil müfəttişinin maşınının müşayiətinlə gəlirsən və qabağında da maşının cibində tapanca bir adam axıranla gəlir. Kim, Mirasudullah, 2 ilk akademiyanın prezidenti, ya Yusuf Məmmədəliyev, ya Zahid Xəlilov, ya digərləri akademiya axıranla gəlirdi, tapanca ilə gəlirdi. Onlar icra aparatının rəhbəri işləməmişlər. Təhlükəsizlik Şurasında da, bunun argumenti odur ki, mən uzun illər icra aparatını... Mən rəsmi öyrənmişəm, heç bir elə ixtiyar yoxdur ki, filan kəsə filan şey verilsin. Hamı bilir ki, Azərbaycanda hansı vəzifələrə qoruma verilir, hansına düşür. Vəslə, bu nə də şey düşmür. Deyirsiniz, dövlət verməyib? Qətiyyən verməyib. Hətta maşını da o maşını gətirib. Oranın maşını da verib arvadına verib arvadı sildirir belə. Bu lap dəhşət. Baxın da maşının nömrəsi PA 501. Hələ də aparatın rəhbəri olduğu maşın? Yox, 500 də orada 500 idi. Bu 501'dir, eyni maşın 501'dir. Yəni, bu bilirsiniz, bir tərəfdən gülünç hissi doğurur. Çox təəssüf hissi doğurur ki, belə bir adam, belə bir səviyyədə adam bugün Azərbaycan Milli Elmlər Akademiyasına əslində qalsa rəhbərlik etmir. Əslində qalsa elmi hörmətdən salır. Akademiyanın heç bir güya təzə gələndə nazirləri çağırdı, müəyyən iclaslar keçirdi. Nə oldu nəticəsi? Heç bir şey. Təsəvvür edin, demək, bir elmi bölmə var, prezidentin dəstəyi ilə yaranıbdır. Ora bu gələndən bəri 5 direktor dəyişibdir. Yəni, bu adamı dəyişməklə səndən qazanırsan, bunu çıxart, onu qoy. Bilirsiniz də, İlton Məmmədovun problemi bilirsiniz. Gətirdi, qoydu Yüksək Texnologiyalar Parkına direktor, oradan gətirdi İşlər İdarəsinə müdür, oradan gətirdi, onu demir heç kəs, oradan gətirdi Radiasiya İnstitutuna direktor, biz səs verdi onu direktor göndərməyə, səhər xəbər gəldi ki, yox, geri qaytarırlar, oradan da çıxardım, indi məhkəmədə vuruşurlar. Yəni, belə bir qalmağallı həyatı ilə bir bu istəyirmi, başa düşmürəm, bu nətər olan şeydir belə. Yəni, bugün mən sizə deyim ki, indi çox adam gözləmə mövqeyində də çox təəssüf ki, bəziləri deyir, görəsən nə olacaq? Ancaq mən tam əminəm ki, bugün bunun nə qədər tez bu vəzifədən gedərsə, Azərbaycan o qədər udar, Azərbaycan milli elmi udar və inkişaf edir. Bu adam burada işləyə bilmir. Çünki bunun heç bir elmi nəticəsi yoxdur. Ətrafına yığdığı adamlarında. Baxıram mən. İndi dünyada Google şirkəti var da, çox ciddi şey. Orada hər bir alimin qarşısında durur ki, bunun neçə məqaləsi çıxıbdır, bu məqalə harda çap olunubdur, bunun məqalələrinə istinadlar varmı? Onun özünün qabağında 0. Yanındakı adamların əksəriyyətinin qabağında 0. Bunlar nə işlə məşğuldur? Yəni, bu mənə belə gəlir ki, bunun akademiya rəhbərlik etdi. Bu 2 il 4 ay akademiyanın həyatında ən pis və faciəli birdir. Bu tezliklə buradan getməlidir. Söhbətimizi davam etdirəcəyik, əziz tamaşaçılar. Bizi 800-ə yaxın insan canlı yayımda izləyir. Lütfən bəyənmələrinizi artırın və maraqlı rəylər də olur və mən bu rəyləri zaman zaman oxuyacağım. Amma hələlik Məsir müəllimin sözünün qüvvəti deyir, məni 1 saat kabinetində, qəbul otağında gözlətdirdi. Ötən gün elə bir qonaq gəlmiş idi bizim studiyaya, elə İlton müəllimin yanında olan bir nəfər idi.
Adam deyir ki, dəhlizdə onunla bir gənc qız qarşılaşıb, təsadüfən, dəhlizdə deməli Ramiz Mehdiyevlə üz-üzə gəlib, sən nə cəsarətlə dəhlizdə mənlə qabaqlaşdın deyib adamı deyir işdən çıxarıb. O qədər belə doğrudan dəhşətli bir fakt idi ki, mən nə demək istəyirsən, yəni bunun bu xofu, bunun iddiası, yəni sən niyə mənimlə üz-üzə çıxmısan, bu adam kimdir ki, günahı nədir bu yazı uşağının? Bu özünə cəsarət tapıb mənimlə dəhlizdə üz-üzə gəlib, bir qızı işdən çıxarıb, indi siz danışırsınız, sizi bir saat gözlədim. O tarixi binada elə bir bunker yaradıb. Bunker yaradıb. Baxın, o kabinetdə mən çox olmuşam da, nazir olanda da gəlmişəm, burada işləyəndə də gəlmişəm. Ora belə idi, demə, sağ tərəfdə prezidentin kabinetidir, ortada böyük zaldır, orada köməkçilər oturubdur. Sol tərəfdə də həmişə birinci vitse-prezident oturub. Vaxtilə İbrahim Quliyev oturdu. Bu gələndən sonra bunun islahatlarından biri də bu oldu ki, akademik İbrahim Quliyevi nəinki oradan çıxartdı, başqa binadan köçürdü. İndi heç kəs bilmir ki, akademik İbrahim Quliyev harada oturub və nə işlə məşğuldur. İbrahim Quliyev özü rəiyyət heyətinin üzvüdür. Rəiyyət heyətinin üzvüdür, vitse-prezidentdir. Oradan o binada yoxdur. Amma onun da səsi çıxmır da, yəni ki, danışmır. Çox təəssüf ki, onda səs. Çox təəssüf ki, elə tanınmış bir adam, yüksək səviyyəli bir alim. Çox təəssüf ki, o da öz qınına qapılıb görən. Mən təəssüf edirəm. Niyə belədir, mən başa düşəmirəm. Amma Misir müəllim, belə danışanlara da təəssüf hissi keçirənlər var ki, niyə danışırsınız indi, bax, niyə əvvəl danışmırsınız deyirlər. Onu deyənlər, bəlkə də müəyyən qədər kimin deməyibsə, haqqları var belə. Mənim haqqımda onu deyə bilməzlər. Çünki 15 il nazir olanda da heç bir zaman onun haqqında müsbət fikir söyləməmişəm. Onun haqqında heç bir şey yazmamışam. Məqalə yazmamışam. Yəni pisini danışmamışsa yaxşı. Xeyr, həmişə o mənim işimə təhsil nazir olanda da təhsil sisteminə mane olmağa cəhdlər göstərib. Bir çox hallarda nail olub. Xatırlayarsınız o zaman sizlə tez-tez görüşərdik, başqa jurnalistlərlə də. Məsələn, bir gün oturmuşdum otağımda, bir də xəbər gəldi ki, prezidentin sərəncamı ilə təhsil komissiyası yaradılıb, onun sədri Ramiz Mehdiyevdir. Özümü fikirləşdim ki, bunda bu təhsil naziri nə işlə məşğul olsun? Və niyə başqa sahələrdə kənd təsərrüfatı var, daxili işlər nazirliyi var, niyə o sahədə yaradılmır, təhsil sahəsində yaradılır? İnanırsınız, 2 aydan bir mənim məruzəmi qoyurdu orada, cəmaatın isə. Bir gün soruşdu, dedim ki, bu təhsildən başqa nazirlik yoxdur. Sən demə, məsələ nə yerdə? Deməli, qanunda yazılıb ki, təhsili idarə edən təhsil nazirliyidir. Ancaq onu icra eləmirdi, qoymurdu olmağa. Məktub yazılırdı ki, icra hakimiyyətinin rəhbərlər təhlil edir hər şey. Qıraqdan baxanda Günah Misir Mərdanov da görürdü və bu gün də görür. Mən sizə tam səmimi deyirəm ki, o zaman mən fikirlərimi söyləmişəm, dəfələrlə söhbətlərimiz olubdu, mübahisəmiz olubdu. Cənab Prezidentə bu barədə məlumat vermişəm, Cənab Prezident mənim haqlı olduğumu... Müdaxilə eləyir. Yəni, qanunları pozaraq, elə bir qanun bunun əlində heç şeydir da. Qanun bunun özüydü elə bir. Qanunda, misal deyirəm da sadə, yazılır ki, rayon icra hakimiyyətinin, rayonun təhsil şöbəsinin müdürü təhsil nazirinin əmri ilə təyin olur. Bu məktub yazır ki, xeyr, bu qanun belə oxunmalıdır ki, yerli icra hakimiyyətinin. Yəni, hər zaman bu işlərə müdaxilə edirdi. Mən də o zaman da cavabımı vermişəm. Əlbəttə, o zaman biraz qapalı, daha qapalı devirdi, belə açıq deyildi. Məsələn, deyək ki, belə media strukturları yox idi. Olan strukturlar hamısı dövlətin və partiyanın şeyindədir. Ona görə bu cür geniş yaymaq mümkün deyildi. Ancaq mən həmişə fikrimi demişəm və bugün də heç kəsin yanında gözüm kölgəli deyil. Nə bacarmışamsa, imkanlarım daxilində etmişəm. Bugün də etməyə çalışıram və ilk səsini qaldıranlardan biri mən olmuşam. Düzdür, ola bilər ki, mediaya ikinci, üçüncü çıxmışam. Ancaq mən dövlətin müxtəlif orqanlarına daimi getmişəm. Heç şey qoymam, belə şey ola bilməz axı. Belə şey ola. Bugün, Nəma xanım, Azərbaycandan kənarda yüzlərlə nüfuzlu Azərbaycan alimləri çalışır. Niyə mən bunu ürək yanğısı da deyirəm? Çünki onların böyük əksəriyyəti riyaziyyatçılardır. Mən də onların hamısının siyasi var, elektron ünvanları var, telefonları var. Mən onlarla tez-tez danışıram. Bakıya gələndə onlarla görüşürəm. Gəlib bizim institutun elmi seminarlarına danışırlar. Bayramlarda mən onları təbrik edirəm. Yadımdadır, 44 günlük müharibənin başlanğıcında mən onlarla gündəlik əlaqə saxlayırdım və Cənab Prezidentin çıxışlarını onlara göndərirdim ki, o ölkənin dilinə tərcümə edib ölkədə yaysınlar. Yəni, bunu mən dəfələrlə Ramiz Mehdiyevə demişəm ki, bu şeyləri, bu adamlara qayğı göstərməyirlər. Bu adamlar bilməlidir ki, Azərbaycan onların vətənidir. Belə bir şeysə demişəm. Yəni, belə şeyləri çox danışa bilərəm mən. Məsələn, mən
2017-ci ildə bağışlayın, Akif Əlzadənin sərəncamıyla Azərbaycan Milli Elmlər Akademiyasının Elmi Nəşriyyat Şurasının sədriyəm. O zaman biz jurnalların səviyyəsini öyrəndik, müəyyən təkbir hazırladıq, müəyyən qərarlar qəbul. Bu gələndə mən dedim ki, mən bu işə baxıram, bir görüşə söhbət edirik. Heç elə bil ki, bu adama bunu deməm sana. Heç elə bil ki, bu adam. Yəni, bu adam elmlə maraqlanmır, bu adam elmin inkişafından maraqlanmır, bu adam maraqlandıran tamamilə başqa-başqa müraciətindən görürsünüz da. O müraciət bir daha bu adamın içini açdı, göstərdi. Bu adam artıq dövlətə qarşı, dövlətçiliyə qarşı, parlamentə qarşı, nə bilim, sosial mediaya qarşı birbaşa hücuma keçmək fikrindədir. Bu adam başa düşmür ki, bütün Azərbaycan deməkdir. Sən hara girişirsən? Sən özün başdan ayağa çirkabın içindəsən.